Bismillahirrahmanirrahim. Bu günlər Hz. Peyğəmbərimizin, Hz. Muhammed sallallahu aleyhi və aleyhi və səlləmin vəfat günləridir. Bu günlər münasibətilə başda İmam Zaman ağamız olmaqla bütün müsəlmanlara başsağlığı verirəm. Allah Teala bizi dünya və axirətdə Hz. Peyğəmbərdən ayrı salmasın inşallah. Hz. Peyğəmbərimizin çox gözəl, məntiqli, mənalı, faydalı kəlamları var. O kəlamlardan birini sizin nəzərinizə çatdırmaq istəyirəm. Hz. Peyğəmbərimiz buyurur, təkəbbürlü olmaqdan çəkinin. Bəndə təkəbbür etdikdə Allah mələklərə buyurar, bəndəmi üsyankarların cərgəsində yazın. Həqiqətən də çox təsirli bir kəlamdır. Bəzən insan bunun fərqində olmur ki, təkəbbürlüdür. İnsan müxtəlif səbəblərdən təkəbbürlü ola bilər. Təkəbbürlü, yəni insan özünü kimdəsə üstün tutur, özünü yuxarı görür, başqalarını aşağı görür, başqalarını özünə tay bilmir, özünə uyğun bilmir, özünü üstün bilir, başqalarını kiçik bilir. Müxtəlif səbəblərdən insan təkəbbürlü ola bilər. Əsas səbəbi insanın daxili boşluğudur. Əgər insan daxili boşluğu da yaşayarsa, dəyərsizliyi olarsa, təkəbbürlü ilə özünün dəyərli olmağı göstərər. Yəni, mən dəyərli bir insanam. Baxmayaraq ki, bu daxilində dəyərsizlik hissi yaşayır, daxili boşdur. İnsanın təkəbbürlü olmasının müxtəlif səbəbləri var. Bir səbəbi də insanın imkanlı olmasıdır. Bəzən insan imkanlı olanda, pulu olanda təkəbbürlü ola bilir. Təkəbbürlü olmağı gətirib çıxarır insanın bəzən var dövləti. Çünki əgər insan özünü islah eləməsə, özünü düzəltməsə, insanın qazandığı pul, əlinə gəldiyi o sərvət insanı təkəbbürlü edir. Peyğəmbər zamanında bir dövlətli şəxs gəldi Peyğəmbərin huzuruna. Bir qədər keçdi, bir yoxsul insan da gəldi, istədi o şəxsin yanında əyləşsin. Bu dövlətli şəxs bunu görən kimi ki, bu şəxs onun yanında əyləşmək istəyir, öz paltarını yığmağa başladı. Peyğəmbər bu səhnəni görüb narahat oldu. O şəxsə dedi ki, bu yoxsul şəxsin yoxsulluğu, kasıblığı sənə keçərmi? Bundan qorxdunmu, bu işi gördün? Dedi, xeyr, ya Rasulallah. Peyğəmbərimiz buyurdu, sənin var dövlətindən bir miqdarı bu şəxsə keçməsindən qorxdunmu? Dedi, xeyr, ya Rasulallah. Peyğəmbər buyurdu, paltarlarının çirklənməsinə mi gətirib çıxardarmı bu şəxsin yanında oturmağı? Dedi, xeyr, ya Rasulallah. Peyğəmbər buyurdu, elə isə bəs niyə bu işi gördün? O şəxs dedi, ya Rasulallah, sərvət və var dövlətim məni gerçəkliyi görməyi dərk etməkdən məhrum etmiş və bütün pislikləri gözümdə, nəzərimdə gözəl cilvələndirmişdi. Mən bu əmələ görə öz var dövlətimin tən yarısını bu şəxsə bağışlayıram. Peyğəmbər Əkrəm üzünü bu yoxsula tutub dedi ki, qəbul edirsənmi bu şəxsin var dövlətinin yarısını? O şəxs dedi, xeyr, mən qəbul etmirəm. Varlı bunun səbəbini soruşduqda, o şəxs cavabında dedi ki, qorxuram ki, mən də sənin kimi var dövlət sahibi olaram və bu səbəbdən pis bir xasiyyətə sahib olaram. Ona görə də mən var dövləti istəmirəm. Baxın, insan bəzən var dövlətinin çoxluğu səbəbindən təkəbbürlü ola bilər. Ona görə də özünü islah edən şəxs var dövlət sahibi də olsa, heç vaxt təkəbbürlü ola bilməz. Ona görə də çalışmalıyıq ki, öz üzərimizdə işləyək, özümüzdə olan o mənəvi, psixoloji xəstəlikləri müalicə eləyək, təkəbbürlük kimi mənfi xüsusiyyətlərdən uzaq olaq inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkət.